Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bugün 28 may ölkəmiz üçün vacib gündür. Müstəqilliyi daddığımız gündür. Həmçinin bütün dünyada qadınların sağlamlığının mühafizəsi günüdür. Hər iki bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Sağlamlıq özünə qayğı deməkdir. Özünə qayğı göstərən insanın isə ürəyində hər zaman sevgi olur. Buna görə də ailələrinə, doğmalarına həddindən artıq böyük sevgi və qayğı verir. Xanımlar, gəlin heç olmasa ildə bir gün öz sağlamlığımıza ayıraq və həmin gün check-up eləməyi özümüz üçün rutinə çevirək. Nə deyirsiniz? Siz də qoşulursunuzsa, mütləq sosial şəbəkələrdə izlədiyiniz zaman aşağıda bir üstəgəl qoyun. Görün, həqiqətən də heç olmasa ildə bir dəfə öz sağlamlığına vaxt ayıran xanımlar olacaqmı? Biz isə xəbər izləyək. Nəyə görə? Bugün bütün dünyada qadınların sağlamlığını qoruma günüdür. Beynəlxalq Qadın Sağlamlığının Mühafizəsi günü 2024-cü ildə dünya miqyasında qadın sağlamlığının əhəmiyyətini yenidən gündəmə gətirir. Ümumdünya Səhiyyə Təşkilatının son statistikalarına görə qadınların sağlamlığına dair problemlər hələ də ciddi sosial və tibbi çağırış olaraq qalır. Qlobal miqyasda hər il təxminən 295 min qadın hamiləlik və doğuşla bağlı komplikasiyalar səbəbindən həyatını itirir. Bu rəqəm xüsusilə inkişaf etməkdə olan ölkələrdə qadın sağlamlığına yetərli diqqətin verilməməsinin göstəricisidir. 2024-2025-ci illərdə aparılan araşdırmalar qadın sağlamlığında yeni istiqamətləri və çağırışları ortaya qoyub. Məsələn, Amerika Birləşmiş Ştatları Milli Sağlamlıq İnstitutunun apardığı tədqiqatlarda qadınlarda xərçəng, ürək-damar xəstəlikləri və psixi sağlamlıq problemləri əsas prioritet olaraq seçilib. Xüsusilə süd bəzi və yumurtalıq xərçəngi ilə bağlı erkən diaqnostikanın effektivliyi və müalicə üsullarında yeniliklər diqqət mərkəzindədir. 2024-2025-ci illərdə əldə olunan tədqiqat nəticələri göstərir ki, texnologiyanın və innovativ tibbi metodların tətbiqi qadın sağlamlığında önəmli irəliləyişlərə səbəb ola bilər. Lakin bununla belə, əsas çağırış sağlamlıq xidmətlərinin bərabər paylanması və sosial-iqtisadi maneələrin aradan qaldırılmasıdır. Beynəlxalq Qadın Sağlamlığının Mühafizəsi günü hər kəsi qadınların sağlamlığına diqqət yetirməyə və bu sahədə daha çox resurs ayırmağa çağırır. Qlobal istiləşmə qadınların xərçəngə yoluxmağının sayını artırır. Deyəcəksiniz ki, nə əlaqəsi, amma alimlər birbaşa əlaqəni tapıblar. İzləyək. İqlim dəyişikliyi qadınlarda xərçəngdən ölüm hallarını artırır. Alimlər müəyyən edib ki, Yaxın Şərq və Şimali Afrikada temperaturun artması qadınlarda süd bəzi, yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçənginin yayılmasını və ölüm hallarını artırır. 1998-2019-cu illər arasında aparılan araşdırmada məlum olub ki, hər 1 dərəcə temperatur artımı 100 min nəfərə 178-280 yeni xərçəng halı və 171-332 ölüm halı əlavə edir. Yumurtalıq xərçəngi üzrə artım ən yüksək, uşaqlıq boynu xərçəngi üzrə isə ən az olub. Xəstəlik və ölüm halları əsasən Qətər, Bəhreyn, Yordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Suriyada daha çox qeydə alınıb. Bu ekstremal istilər və ekoloji risk faktorları ilə əlaqələndirilir. Mütəxəssislər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi ilə mübarizə ilə yanaşı xərçəngin erkən diaqnostikası, davamlı səhiyyə sistemləri və ekoloji toksinlərin azaldılması həyati əhəmiyyət daşıyır. Dərisi ağ olan insanlar günəşdə qaralarkən 2 qat daha diqqətli olmalıdır. Çünki dəri xərçənginə ən çox onlar tutulur. Günəş dərisi ağ olan insanlara qarşı daha şiddətli və qəddardır. Təəssüflər olsun ki, baxaq. Günəşdə qaralmaq dəri xərçəngi riskini artırır. Açıq dəriyə sahib insanlar günəş şüalarına qarşı daha həssasdır və tez-tez günəş yanmalarına məruz qalır. Bu da onların melanomaya, təhlükəli dəri xərçəngi növünə tutulma riskini artırır. Bu barədə Rusiyanın dermatoveneroloqu Anna Ubilova məlumat verib. Həkimin sözlərinə görə melanomanın yaranmasının müxtəlif səbəbləri var. Lakin onlardan biri də günəş şüalarının, xüsusilə ultrabənövşəyi şüaların dəriyə təsiridir. Bu şüalar hüceyrələrin DNT-sinə təsir
təsir göstərərək mutasiyalara və xərçəngə səbəb ola bilər. Melanomanın inkişaf riski çox sayda doğuş ləkəsi olan şəxslər, uşaqlıqda günəş yanması keçirmiş insanlar, günəşə qarşı allergiyası olanlar, onkoloji xəstəlik keçirmiş və ya ailəsində bu cür hallara rast gəlinən şəxslərdə daha yüksəkdir. Anna Ubilova günəş şüalarının ən güclü olduğu saatlarda 10:00-16:00 arası günəş altında qalmaqdan çəkinməyi, qoruyucu krem və geyimlərdən istifadə etməyi, dəriyə daim nəzarət etməyi və şübhəli dəyişiklik olduqda dərhal dermatoloqa müraciət etməyi tövsiyə edir. Kədərli insanlarla öpüşməyin. Alimlərin yeni araşdırması sübut edir ki, depressiya öpüş vasitəsilə birindən digərinə keçir. Ona görə partnyorunuzun üzünü güldürmədən onunla qucaqlaşmayın və öpüşməyin. Maraqlı xəbərdir, birlikdə baxaq. Hindistan, İran, İtaliya və Böyük Britaniyadan olan bir qrup alim gözlənilməz bir nəticəyə gəlib. Depressiya və narahatlıq ağız boşluğunun mikrobiotası vasitəsilə, xüsusən də öpüşmə zamanı insandan insana keçə bilər. Bu barədə Hindustan Times nəşri Exploratory Research and Hypothesis in Medicine jurnalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb. Araşdırmaya 6 aydan az müddətdə evli olan 1740 cütlük daxil olub. Alimlər iki qrupu müqayisə edib. Birində partnyorlardan birinə depressiya və narahatlıq əlamətləri var, digərində isə hər ikisi psixi cəhətdən sağlam idi. 6 aydan sonra aydın oldu. Birinci qrupda olan sağlam həyat yoldaşlarının emosional vəziyyətlərində nəzərə çarpacaq dərəcədə pisləşmə, narahatlıq və stressin artması və daha tez-tez yuxu problemləri var. Ən maraqlısı isə budur ki, bir müddət sonra hər iki partnyorun ağızlarındakı mikrobiotanın tərkibi eyniləşir. İnsanoğlu artıq qaranlıqda da görəcəksən. Çin alimlərinin nano hissəciklərlə hazırlanmış linzaları xüsusi qızılın əlavə edilməsi nəticəsində həm qaranlıqda bizə görmə imkanı yaradacaq, eyni zamanda qırmızı rəngi görməyən insan daltoniklər üçün qırmızı rəngi görməyə imkan yaradacaq, eyni zamanda da hansı funksiyaları var bilmək istəyirsinizsə, diqqətlə baxın. Qızıl nano hissəcikli linzalar hazırlanıb. Çin alimləri insanlara infraqırmızı şüaları görmə imkanı verən yeni kontakt linzalar hazırlayıb. Linzalar enerji mənbəyi olmadan işləyir və tərkibindəki qızıl nano hissəciklər infraqırmızı işığı görünən işığa çevirir. Bu texnologiya həm qaranlıqda görmə, həm də rəng korluğunun korreksiyası üçün perspektivlidir. Heyvanlar üzərində aparılan təcrübələrdə linza taxılmış siçanlar infraqırmızı işıqla olan sahələrdən uzaq durub. İnsanlarla keçirilən sınaqlarda isə könüllülər infraqırmızı şüa ilə göndərilən Morze siqnallarını gözləri bağlı olsa belə tanıya bilib. Robotlarda emosiyanın göstərilməsi üçün yeni bir IT proqramı hazırlanıb. Artıq robotlar robot kimi yox, insan kimi gülməyi, ağlamağı, sevinməyi, kədərlənməyi bacaracaq. Bəli, robotların insana çevrilmə tarixi anındayıq. Bu günləri yaxşı yadınızda saxlayın. Emosiyalı robotlar hazırlanır. 19 yaşlı Teddy Warner Interpass adlı startap yaradıb. Məqsəd robotlara insana bənzər emosiyaları bədən dili vasitəsilə ifadə etməyi öyrətməkdir. Bu texnologiya robotların insanlarda daha yaxşı ünsiyyət qurmasına imkan verəcək. Interpass komandası hazırda mövcud robotlara bədən dili ilə emosiyaları ifadə etmə qabiliyyəti qazandıran texnologiya üzərində işləyir. Bu əsasən əllərin və bədənin mövqeyindəki dəyişikliklər vasitəsilə həyata keçirilir. Teddy'nin fikrincə belə bir imkan insanların robotları daha yaxşı başa düşməsinə və süni intellekt modellərinin daha effektiv öyrədilməsinə səbəb olacaq. Startap həmçinin tərləmə, nəbz, bədən temperaturu kimi bioloji siqnallar əsasında da emosional modellər hazırlayır. Yaxın vaxtlarda bu texnologiya sınaqdan keçiriləcək və komanda genişləndiriləcək. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə ən vacib tibb xəbərlərini bizdən izləməyi unutmayın. Bilmək hər zaman bir addım öndə olmaqdır. Ona görə də bizi izləyin. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.